Bütün ölkələrdə bəziləri danışmamalı olduqları sözləri danışır və çərçivələri sındırır, pozurlar. Bizim ölkəmizdə bəziləri hətta bizim özümüzü də qəbul eləmirlər. Panjomi TV xəbər verir ki, bunu İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan Aztliyə müsahibəsində Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra iki ölkə arasında yaranan münasibətlərə dair sualı cavablandırarkən deyib. Biz, siyasi və ictimai elita çalışmalıyıq ki, bəzilərinin düşünülməmiş hərəkətləri yuxarılara təsir etməsin. Uşaqlıq illərimizdə bir-birimizlə dalaşar, sonra barışardıq. Ancaq böyükləri işə cəlb eləyəndə onlar küsülü qalırdı, İran prezidenti qeyd edib. Məsud Pezeşkiyan Azərbaycan vətəndaşlarına arzularını çatdırıb, biz böyüklər uşaqların davası ilə və əlaqələrimizə xələl gətirmək istəyən bəzilərinin təsiri altına düşməməliyik. Bütün vücudumuzla Azərbaycandakı bacı qardaşlarımızı sevir, onları özümüzdən hesab edirik. Bütün əzizlərimizə başucalıq, izzət və müvəffəqiyyət arzu edirik.